Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alamin və bihi nəsta'in. Salam, əziz və hörmətli tamaşaçılar. Yenə sizinlə ilahi mərifət, şərq ədəbiyyatı və ilahi mərifət verilişində qarşılaşırıq və bu üçüncü verilişimizdə biz Sədi Şirazinin qəzəllərini izah edəcəyik və keçən dəfə Adəmiyyət qəzəlinin 2 beytini xidmətinizə çatdırdıq və bugün digər beytləri inşallah izah edəcəyik və yenə diqqətinizə çatdırım ki, bu beytləri, bu qəzəlləri seçməkdə məqsəd həmin qəzəllərdə olan Qur'ani mənaları, həmin qəzəllərdə olan ilahi mənaları çatdırmaqdır. İrfani məqamları, izah olunmuş irfani məqamları, övliyaların həyat tərzini, övliyaların Qur'andan anladığı mənaları və yaşadıqları məqamları sizin diqqətinizə çatdırmaqdır. Çünki bu ədiblər, diqqətinizə çatdırım ki, bu ədiblər dünyaca məşhur olan ədiblərdir. Fəqət bunlar İslam coğrafiyasında tanınmır. Eyni zamanda Avropa dünyasında, Xristiyan dünyasında, digər məmləkətlərdə tanınırlar. Onların əsərləri müxtəlif xarici dillərə tərcümə olunur. Yəni Sədi Şirazinin, Həkim Nizaminin, sonra Mövlana Cəmaləddin Ruminin ümumiyyətlə yazdığı, qələmə aldığı şeirlər, qəzəllər Avropanın ən inkişaf etmiş ölkələrində tərcümə olunub və onların universitetlərində tədris olunur, onların elmi mərkəzlərində izah olunur. Yəni, ümumiyyətlə, şərq ədəbiyyatı ilə məşğul olan böyük şərqşünaslar vardır. Sədini araşdıran, Həkim Nizamini araşdıran, sonra Muhammed Füzulini araşdıran böyük şərqşünaslar vardır və ona görə bu verilişləri xidmətinizə çatdırırıq ki, biz bu ədibləri bir tərəfli tanımayaq, biz bu ədibləri fəqət şair kimi, fəqət qəzəl ustadları kimi, fəqət nəzm əsəri yazan bir ədiblər kimi tanımayaq, biz bu ədiblərin əsərlərində olan o hikmətli mövzuları, ilahi kəlamlardan ilham alınmış o irfani mövzuları ona görə seçib sizin xidmətinizə çatdırırıq ki, bunların ilahi şəxsiyyət olmasını hamımız dərk etsin, anlasın ki, Mövlana Cəmaləddin Rumi və ya Sədi Şirazi kimi şəxsiyyətlər dini şəxsiyyətlərdir, ilahi şəxsiyyətlərdir. Onlardakı olan irfan ilahi irfandır, onların şeirlərində olan eşq ilahi eşqdir, ilahi mərifətə çağırışdır. Yəni, şəriətə tabi olan insanlar olmuşlar bunlar hamısı. Yəni, biz Sədi Şirazinin həyatını araşdırdığımız zaman bu insan şəriətə dəyər verən, Allahın dininə dəyər verən, Allahın hökmlərinə dəyər verən və tabi olan biri kimi görürük. Muhammed Füzulini araşdırdığımız zaman eynən o cür görürük. Mövlana Cəmaləddin Rumini həyatını araşdırdığımız zaman günlərinin çoxunu oruç tutan bir insan kimi qarşımıza çıxır. Həkim Nizamini biz araşdırdığımız zaman həmin insanın Allahın dininə dəyər verən və tabi olan bir mömin kimi görürük. Ona görə də onların şeirlərini sizin xidmətinizə çatdırdığımız zaman siz özünüz də onların necə bir ilahi şəxsiyyət olduqlarını və necə böyük əsərlər yaratdığını görəcəksiniz. Biz keçən dəfə şeirin 1-ci beytini biz qeyd etdik xidmətinizə. Beyt belə başlayırdı. Təni Adəmi şərif əst, becani Adəmiyyət, nə həmən libası zibast, nişani Adəmiyyət. Adəmin deyir, bədəni şərifdir, kəramətlidir, Adəm dəyər sahibidir. Amma vücudunda olan ruha görə, yəni insana dəyər verən onun ağlıdır, onun ruhudur, onun qəlbidir, bədəni deyildir. İnsanın düşüncələri fəqət insanın beyninin məhsulu, fəqət insanın bioloji beyninin məhsulu deyil, bəlkə insanın varlığı daha dərinlərə gedir. İnsanın ruhu dayanır, insanın şəxsiyyətinin əsasında. Əslən, insan ruhdan ibarətdir, ağıldan ibarətdir. Bədən ruhun nəzarətindədir, bədən ruha tabedir. Bu deməli
beytə görə. Deyir, nə həmin libas-ı zibas, nişan-ı adəmiyyət. Həmin bədən, həmin gözəl libas adamlıq nişanəsi, adamlıq əlaməti deyildir. Sonra Sədi buyurur, deyir, əgər adəmi beçeşməst o dahanı quşu bini, çə miyanı nəqş-ı divar və miyanı adəmiyyət. Əgər deyir, insan, adamlıq, adam göz, qulaq, burundan ibarətdirsə, əgər biz insanın zahiri bədəninə görə ona insan deyiriksə, çə miyanı nəqş-ı divar və miyanı adəmiyyət. O zaman divardakı rəsmlə bir insan arasında fərq nədir? Yəni, həmin divardakı rəsmdə insan rəsminə biz baxsaq, biz onun da gözünün, qulağının, burnunun, ağzının, üzünün, əlinin və heykəlinin olduğunu görəcəyik. O zaman əgər ona da biz adam desək və canlı insana da biz adam desək, o zaman bunlar arasındakı olan fərq nədir? Deməli, Sədi burada çox incə bir məqama toxunur. Deyir ki, yəni insanın adamlığı onun zahiri görkəmi ilə deyildir, onun bədəni ilə deyildir, onun bioloji varlığı ilə deyildir. Bəlkə insanın kimliyi, insanın şəxsiyyəti daha dərinlərə gedir. İnsan ruhdan ibarətdir. Bədən insanın ixtiyarındadır. Ona görə də bəzən yəni, insan nəfsani istəklərinə tabi olur, ruh bədənin ardıcadır. Bəzən də insan bədənini ruhunun nəzarətinə, ağlının nəzarətinə alır və kontrol edir nəfsani istəklərini. O zaman bədən ağlın və ruhun ardıca gedir. Yəni, ruh yuxarı aləmə seyr etdiyi zaman, məna dünyasına seyr etdiyi zaman bədən deməli ruha tabi olur. Bəzən də insan aşağı enir, yer dünyasına enir, yəni maddə dünyasına enir və insan maddə dünyasına endiyi zaman şəhvət və qəzəb qüvvəsi insana hakim olduğu üçün ruh bədənin formasını alır, şəhvətin formasını alır, qəzəbin formasını alır. Yəni, insan ruhu bir qəzəbə çevrilir, insan ruhu bir şəhvətə çevrilir, insan ruhu hisslərə çevrilir, duyğuların əhatəsində, mühasirəsində qalır. Ona görə də insan öz ruhi azadlığını itirmiş olur. Burada Sədi, Həkim Sədi çox dərin bir mövzuya diqqətimizi çəkərək deyir ki, yəni insan o nişanəni, o ruhi keyfiyyətləri özündə inkişaf etdirərsə, öz ruhunun dərinliklərini, istedadlarını bariz edərsə, o zaman adamlıq nişanəsini, insanlıq nişanəsini göstərmiş olacaqdır, dərk etmiş olacaqdır. Necə ki, Allah-u Teala Qur'an-ı Kərimdə buyurur ki, فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِ. Mən insanı yaratdıqdan sonra, onun bədənini, şəklini formalaşdırdıqdan sonra وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِ. Yəni, sonra öz ruhumdan ona üfürdüm. Yəni, ruh əmr dünyasındandır, mələkut dünyasındandır. Bədən torpaqdandır, bədən maddədir, amma ruh maddi deyildir, maddədən üstündür, mələkuti bir varlıqdır ruh. Allah Quranda deyir ki, وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحِ مِنْ أَمْرِ رَبِّ وَمَا أُوتِيتُ مِنَ الْعِلْمِ إِلَّا قَلِيلًا. Ya Peyğəmbər, səndən ruh haqqında soruşsalar, sən deyir ki, ruh mənim əmrimdəndir, sizə onun haqqında çox az bilgi verildi. Yəni, insan ruhun mahiyyətini, onun keyfiyyətini, onun deməli tərifini verə bilməz, amma onun əsərlərini öz vücudunda görə bilər, onun nişanlarını öz vücudunda görə bilər. Deməli, bu beytdən də anladıq ki, insan fəqət bədən deyildir. İnsan, əgər fəqət bədən olsaydı, o zaman insanın digər canlılarla heç fərqi qalmazdı. Digər əslən varlıqlarla fərqi qalmazdı. Bir ağacla insanın heç fərqi qalmazdı. Çünki bir ağac da fəqət atomlardan ibarətdir. Bir insanın da vücudu atomlardan, molekullardan ibarətdir. O zaman maddi olaraq, cismani olaraq insanı heyvandan, insanı ağacdan, insanı daşdan fərqləndirən bir şey qalmazdı. Bəs insanı insan edən, onu digər canlılardan fərqləndirən, onu digər varlıqlardan fərqləndirən onun insaniyyətidir. Bu insaniyyətin də arxasında dayanan mələkuti bir həqiqətdir, ruhi bir həqiqətdir. Sonra buyurur, Xorxab-ı xəşm-ı şəhvət şəğəbəst-ı cəvə zülmət. Heyvan xəbər nə darad zəcəhani adəmiyyət. Burada
xorxab və xəşm şəhvət, yəni insanın nəfs yönünə Sədi işarə edir, deyir. Yəni yatmaq, yemək, xor yəni yemək və xab yatmaq, xəşm şəhvət, yəni qəzəb və şəhvət, yəni istəmək, nəfsani istəklər və qəzəb qüvvəsi, şəğəbəst o cəhl və zülmət. Bu nəfsani istəklərdən 3 fəsad doğur, 3 dənə deməli mənfi şey doğur. Biri şəğəbəst o, yəni fəsad doğur, pozğunluq doğur. Yəni qəzəb qüvvəsi, şəhvət qüvvəsi insanı kontroldan çıxartdığı üçün həm insanın vücudunda fəsad yaradır, həm də cəmiyyətdə fəsad yaradır. Ona görə deyir ki, xorxab o xəşm şəhvət, şəğəbəst o cəhl zülmət. Yəni yemək, içmək, yatmaq, qəzəb və şəhvət qüvvəsi fəsaddır, cəhalətdir. Yəni niyə cəhildir? Çünki insan qəzəb qüvvəsi insana hakim olduğu zaman bəsirəti insanın korlanır. İnsanın o qəlbinin gözü kor olmağa başlayır. Yəni insan şəhvani şeyləri görür və insanın ruhu, insanın nəfsi, yəni şəhvət rənginə boyanır və insanın nəfsi qəzəb və şəhvət rənginə boyandığı zaman isə insan heç vaxt ali həqiqətləri, insan heç vaxt ruhi məqamları anlaya bilməz, dərk edə bilməz. İnsan heç vaxt yəni o ruhunun və ağlının o kəmalına, o deməli zirvəsinə ucala bilməz. Ona görədir ki, cəhl baş verir, cəhl doğur və zülmət. Yəni insanın qəlbi bir zülmətə bürünmüş olur. Yəni zülmət burada artıq biliksizlik, elmsizlik, cəhalətdir. Cəhalətdən doğan bir qaranlıq insan ruhuna hakim olur ki, və həmin insan nə axirəti görə bilər, nə Allahı görə bilər, nə əməllərində Allahı nazir görə bilər. Ona görə də həmin insanın həm əməlində zülmət vardır, həm etiqadında zülmət vardır, həm rəftarında, əxlaqında bir cəhalət hakim olacaqdır. Ona görə deyir ki, bu yəni xorxab o xəşm şəhvət, şəğəbəst o cəhl o zülmət, bu hansı varlığın deyir keyfiyyətidir? Bu insanın keyfiyyəti deyil. Bu insanın yəni bədən yönünün xüsusiyyətləridir. Amma insan fəqət bədən deyil ki, ona görə də bəzən insan qəzəb qüvvəsinə tabe olur, şəhvət qüvvəsinə tabe olur və qəzəb və şəhvət qüvvəsindən doğan rəzalətləri yerinə yetirir, sonra peşman olur. Niyə? Çünki insan vücudunda olan o digər cəhət, yön, qəlb yönü, onun deməli Allahı görən gözü insanı qınayır və insanı qınadığı üçün də insan peşman olur. Ona görə Allah Quranda deyir ki, and olsun insanı qınayan nəfsə, nəfs-i ləvvamə qınayan nəfsdir. Bu fəqət insanda vardır. Niyə? Çünki insan şəhvət və qəzəb qüvvəsinə tabe olub hər hansı bir əməl etdikdən sonra insanın vicdanı insanı mühakimə edir. İnsanın vicdanı insanı mühakimə etdiyi zaman insanda peşmançılıq hasıl olur. Deməli, bu vicdanın insanda olması özü bir nişanədir, özü bir əlamətdir ki, ey insan, sən insansan, sən digər canlılardan fərqlisən, sən heyvan deyilsən, sən ali bir varlıqsan. Ona görə deyir ki, heyvan xəbər nə darad, zəcəhani adəmiyyət. Heyvan adamlıq dünyasından, insanın dünyasından xəbərdar deyildir. Yəni, burada heyvan xəbər nə darad, zəcəhani adəmiyyət, yəni insanı anlatmağa çalışır. Deyir ki, əgər sən həyatın fəqət yemək, içmək, yatmaq, istirahət, şəhvət və qəzəbdən ibarətdirsə, o zaman sənin həyat tərzinlə heyvanın həyat tərzində heç bir fərqi yoxdur. Digər canlıların həyat tərzində heç bir fərqi yoxdur. Əgər varsa da çox cüzi bir fərqdir. Yəni, o da onu göstərir ki, sən insan ola, fərqli ola, sənin həyat tərzin əgər heyvanın həyat tərzinə bənzəyirsə, o zaman sən heyvandan aşağısan. Bu onu görür. Allah Quran-ı Kərimdə deyir ki, "Ləhum qulubun la ya'qiluna biha və ləhum a'yunun la yubsiruna biha və ləhum a'zanun la yesma'una biha. Ulaika kal-an'am bal hum adallu." Allah deyir ki, onların qəlbi vardır, amma görməzlər. Onların dərk etməzlər o qəlb vasitəsilə, ağılla. Onların gözləri vardır, amma onu da görməzlər. Və onların qulaqları vardır, amma eşitməzlər. Niyə? Çünki ruhunun gözü kordur. Bəsirət gözləri kördür, bəsirət qulaqları kardır, qəlbinin idrakı
möhürlənmişdir. Ona görə zahiri gözlər, zahiri qulaq və zahiri təfəkkür onu haqqa çatdırmır. Ona görə Sədi deyir ki, heyvan xəbər nə darad, cəhanə adəmiyyət. Heyvan adamlıq cahan dünyasından xəbərsizdir. Vaxtımız tamama yetdi, hörmətli tamaşaçılar. Sizi Allaha tapşırırıq. Sağ olun, salamat qalın.